Bakı Ağır Cinayətlər Məhkəməsində Xəlil Nəbiyev barəsində hökm çıxarılıb və ona şərti cəza verilib. İstintaqa görə hadisə 2025-ci ildə Bakı şəhərinin Xəzər rayonu Binə qəsəbəsində baş verib. Yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü Xəlil Nəbiyev eyni məktəbdə oxuduğu 2009-cu il təvəllüdlü Hacı Qurbanovla hasarlanmış boş sahədə mübahisə edib. Mübahisəyə səbəb zərər çəkmişin Xəlilin tanışı Xəyalə barədə deyilənlərə irad bildirməsi olub. Hacı onun yaxasından tutaraq mübahisəni kəskinləşdirib. Müəyyən edilib ki, Xəlil əvvəlcədən evdən götürdüyü suvenir bıçağını üzərində gizlədərək hadisə yerinə gətirib və mübahisə zamanı əsəbi halda Hacıya bir dəfə zərbə vurub. O məhkəmədə təqsirini etiraf edərək bildirib ki, bıçağı ehtiyat üçün götürüb. Hadisə günü Hacı ilə telefonla danışdıqdan sonra görüşüblər və qarşı tərəf yaxasından tutduğu üçün özünü müdafiə məqsədi ilə zərbə indirib. Hadisəni ətrafda olan şəxslər birbaşa görməyib. Məhkəmə tərəfləri mövqelərini və sübutları araşdıraraq Xəlilin əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edib və təqsirinin sübutlarla tam təsdiqləndiyini qənaətinə gəlib.